Salam əziz dostlar, yenidən Brain Ring'də ilk verilişimizin 27-ci mövsümündə Nar Kuboku uğrunda yarışlarda bir araya gəlmişik və bugün də bizə dəstək olduğuna görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürüm var. Oyunlarımız bu ildə Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'da çəkiləcək və bizə yaratdıqları rahat şəraitə görə buranın bütün əməkdaşlarına minnətdaram. Verilişimizin baş sponsoru bu mövsümdə də Nardır. Bugün müstəqil hakim kürsüsündə baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya üzrə mütəxəssisi Günay xanım Nəsibovadır. DJ pultu arxasında isə DJ Maksim. Dəstək qrupumuz Flash qrupunu salamlayırıq. Onlar komandalara yenə də azarkeşlik edirlər və dəstəkçidirlər. Xatırladıram ki, Nar Kuboku uğrunda yarışlar necə bitəcək? Orada aprel, mart, may və iyun aylarının çempionları iştirak edəcəklər və dəyişməyən baş sponsorumuz Kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. Nar sənə ən yaxın Kubok uğrunda mübarizə aparacaq komandaları salamlayıram. Mart ayının çempionları Göyçayın Nar Plus komandası. Aprel çempionları Norm Sement. Və o cümlədən may ayının ilk finalçısı bilinib, bu Bakı komandasıdır. İkincisi isə bilinməyib, yadınızdadır yəqin ki, ona görə də çox çətin bir final olacaq. Bugün növbəti finalçını müəyyən eləmək üçün mən zala müraciət edirəm. Ölkəmizin 15 bölgəsi və 10 universitetindən 26 komanda ringə kim çıxmaq istəyir? Azərbaycan Dövlət Aqrar Universiteti Şirvan Ağcabədi komandası Ufaz oynaya bilərik, niyə də yox? Ufaz komandasını yaşıl masa arxasına dəvət edirəm. Səlim Məmmədov, Nadir Əzizov, Nihat Cəfərzadə, İbrahim Fərhadzadə, Azad Daşdəmirov və komanda kapitanı Fərid Quliyev öz yerlərini tuturlar. Yaşıl masa arxasında, qırmızı masa arxasına isə Azərbaycan Texniki Universiteti də gələ bilər. Bakı da yenidən Norm Sement də qalxsın. Nə? Lənkəran? Bəlkə qafiyələnmir, amma Şəki. Şəki komandasını qırmızı masa arxasında görmək istəyirik. Ayxan Məmmədli, Pakizə Məmmədova, Fərid Azakov, Ayxan Muxtar, Tahir Quliyev və komanda kapitanı Qoşqar Qafarov öz yerlərini alırlar. Beləliklə bu iki komanda 5 xala qədər döyüş keçirəcək. İlk seçim döyüşü 0-0 hesabı ilə başlayır və birinci sualım 1 xal dəyərində. Möhtəşəmsiz. Amma icazə verin, döyüşə başlayaq. Juanito Elorduy 1909-cu ildə İngiltərəyə gedəndə Blackburn forması tapa bilmədi deyə Southampton forması alıb. Bəs o hansı klubun idarə heyətinin üzvü idi? Vaxt. Qara ağ. Qara Southampton deyil, qırmızı ağdır. Qırmızı ağdır. Peki hansı bölgənin komandalarıdır? Şuyurdu. Buyurun. Bu suala Nadir cavab versin. Salam Fatih. Rənglərinə görə Milan ola bilər, qara qırmızı. O deyil. O deyil. Şəkil düşünür. Qoşqar, sizdə kim cavab verəcək? Futbol üzrə mütəxəssis Fərid Azakov. Fərid, Juanito Elorduy 1909-cu ildə İngiltərəyə gedəndə Blackburn forması tapa bilmədiyindən Southampton formasını alıb. O hansı klubun idarə heyətinin üzvü idi? Southampton bildiyim qədərilə ağ və qırmızı rəng forma geyinir. Aha. Ümid edirəm ki, düz olar Arsenal. Biz siz Liverpool deməyim. Liverpool da deyil, Atletico Madrid'dir. Juanito. Bu klub əvvəllər mavi ağ forma giyinirdi. Daha sonra rənglərini qırmızı ağa dəyişib və buna səbəblərdən biri ki, bu fakt göstərilir. Həmin şəxsin İspan adı da sizə kömək olmalıydı. Növbəti sualın dəyəri qalxdı. 2 xal. Ange Pöstəkoğlu 2 mövsüm əvvəl Tottenham'in sükanı arxasına gələrək ilk dəfə Premier Liga təcrübəsi yaşayıb. O deyir ki, bundan öncə İngilis komandası ilə birlikdə UEFA Çempionlar Liqasını qazanmağı bacarıb. İzah edin, Pöstəkoğlu bunu necə əsaslandırır? Vaxt. Ufaz komandası kim cavab verir? Bu suala Nihat cavab versin. Düşünürük ki, o Chelsea-nin köməkçi məşqçisi idi. Elə deyil. Masadan qalxmalı olursunuz, şəkil düşünür. Əvvəl hansı məşq?
Celtic-dən gəlmişsə, Rangers-dan gəlmişdi. İngilis komandasından qazandı, Rangers-dan. Rangers qazandı. Əvvəl deyilən qazanmışam. Galatasaray Bəlkə futbolçu olaraq qazanıb, futbolçu olanda qazanıb. Ola bilər, futbolçu olaraq ola bilər. Başqa Futbolçu olaraq qazanıb. Futbolçu olaraq gəlib heç olmasa özü futbolçu olanda qazanıb. Nasıl oyunda da? Çətin deyəsən seçməyə. Fərid Azakov. Fərid. İkinci cəhd. bir dənə zəhmət olsa təkrar eləməz. Ange Postecoğlu 2 mövsüm əvvəl Tottenham'ın sükanı arxasına gələrək ilk dəfə Premier Liqa təcrübəsi yaşayır. Amma deyir ki, bundan öncə İngilis komandası ilə birlikdə UEFA Çempionlar Liqasını qazanmağı bacarıb. Postecoğlu bunu necə əsaslandırır? Ola bilər ki, o oyunçu olduğu zamanda qazanıb. Yox, o PlayStation'da İngilis klubunu çalışdırıb. Yəni, əfsuslar olsun ki, bu suala da cavab tapmadıq. İndi 3 xal oynanılır və hər iki komandanın diskvalifikasiya riski var. Qəribədir ki, bu məşqçi AEK Afina klubu ilə yanaşı Liverpool komandasına azarkeşlik etdiyini də açıqlayıb. Kim? Vaxt. Afinalı. Ayaqçıdır bəlkə. Ayaqçıdır. Kim ola bilər? Yunanistanlı. Yunanistanlı həm də Liverpool, Slovzad, Klopp, Atens, Ayek. Yunanistan'ındır da o başka ola bilər. Yunanistan adına oxşuyur. Ufaz komandası deyəsən cavabı tapmısınız. Ümid edirik ki, düz olar. Sualı İbrahim cavab versin. Bəlkə bir sual əvvəl adı keçən Arnik Kostovoğlu idi. 3-0! Ufaz komandası bu diskvalifikasiyanı ləğv edir. 3-0 onların üstünlüyü var. Çox yaxşı. Çox yaxşı. Çox diqqətli. Növbəti sual. Bəxt üzüyü filmindən fərqli olaraq pyesdə Gürşad Baxşıyevanın canlandırdığı Sara obrazı üzüyünü itirmir. Üzüyü məhz onun həyat yoldaşı Hüseyin oğurluyur. Bəs Hüseyin bu üzüyü sataraq nə etmişdi? Vaxt. Şəki komandası buyurun, kim cavab verir? Cavid. O satıb bunun pulu ilə içki almışdı. Bəli, 3-1. Hesab arasında fərq azalır. Daha bir sual. Bu aktrisamızın ilk işi Mircəlalın Kəmtərovlar ailəsi piyesidir. Həmin piyesdə onun canlandırdığı xadimə obrazı evlərdən müxtəlif qızıllar oğruyur. Həmin aktrisamızın kim olduğunu mənə deməlisiniz. Vaxt. Buyurun Ufaz. Bu suala Səlim cavab versin. Düşünürəm ki, bu Gürşad Baxşıyevadır. Odur, 4-1. Yenə bir sualdan o biri suala göndərməni vaxtında aşkar edirsiniz. Ufaz üstünlüyü 4-1. Növbəti sual. Fərid, mənə elə gəlir, yoxsa Nihadsız daha yaxşı oynamağa başladınız? Yox, sizə elə gəlir məncə. Yəni, növbəti mövsümdə bəlkə ümumiyyətlə Nihadı çağırmayaq. Yox. Yerinə universitetinizdə başqa bir tələbəyə verək, yox? Yox. Niyə Elə yox? düşünmürəm. Nihadın yeri ayrıdır, yəni məşqlərdə özümüz görmüşdük. O inşallah növbəti oyunda gələcək yerini göstərəcək. Yəni, siz düşünürsünüz ki, növbəti döyüş olacaq. Bəli, bəli. Və siz də masa arxasında olacaqsınız. Bəli. Onda İnşallah. sualıma cavab verin onda. 1968-ci ildə SSR-də Odlu Qövs filminin çəkilişləri başlanıldı və filmdə 2-ci Dünya Müharibəsi zamanı Kursk şəhəri yaxınlığında Sovet və Alman qoşunları arasında baş vermiş döyüşdən bəhs edilirdi. Niyə çəkiliş qrupuna geniş miqyaslı döyüş səhnələrini 25 il əvvəl hadisələrin baş verdiyi yerdə çəkmək qadağan edilmişdi? Vaxt. Xatirə yox, o Odlu Qövs bilsən nədir? Kurskda tank döyüşü olub. Geniş miqyaslı. Geniş miqyaslı döyüş, nə bilim. Şey deyil də, vur Ayxan deyil. Şəki. Ayxan Muxtar. Ayxan hesab arasında fərqi azaltmağa çalışır. Bəlkə həmin vaxt Rusiyanın ərazisində deyildi çəkiləcəyi yer, çəkilməli olduğu yer. Yox, elə deyil. Ufaz düşünür. Onda o həmin ərazidə nə ola bilər? Fikirləşdim. Vur nəsə deyək də. Azərbaycan-Fransa Universiteti. Bu sual zəhmət olmasa İbrahim üçün təkrarlarsınız. İbrahim 1968-ci ildə SSR-də Odlu Qövs filminin çəkilişlərinə başlanır. Bu film 2-ci Dünya Müharibəsi zamanı Kursk şəhəri yaxınlığında Sovet və Alman qoşunları arasında baş vermiş
döyüşdən bəhs edirdi. Niyə çəkiliş qrupuna geniş miqyaslı döyüş səhnələrini 25 il əvvəl hadisələrin baş verdiyi yerdə bilavasitə o məkanda çəkmək qadağan edilmişdi? Bəlkə həmin döyüşdə Sovet məğlub olmuşdu, istəmirdi. Yəni o döyüş təsəvvür eləsin. Elə deyil. Bu hadisələrdən 25 il keçməsinə baxmayaraq həmin ərazi bastırılmış minalar və partlamamış sürsatlarla dolu idi. Bu səbəbdən aktyorların və kütləvi səhnə iştirakçılarının təhlükəsizliyi naminə başqa yerə çəkilişləri keçirmək məcburiyyəti yarandı. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Şəki bu 2 xalı qazanıb hesab arasında fərqi minimuma endirə bilər. Qoşqar, ümumiyyətlə hərbi mövzuda filmləri sevirsiniz? Sevirəm. Hərbi filmlər haqqında danışırıqsa, rejissor Steven Spielberg başrolda aktyor Matt Damon'un oynadığı Döyüşdə Cəsarət filminə baxdıqdan sonra hansı qərarı qəbul etmişdi? Vaxt. Cəsarət. Şəki. Fərid Azakov. Bəlkə hərbi xidmətə getmək qərarına gəlib. Yox. Komanda sizi itirir, Ufaz düşünür. Bəlkə Steven Spielberg cümləni quramıram. Növbəti rollarda o filmdən ilhamlanıb. Matt Damon gedib Spielberg çəkib. Və deyir ki, döyüşdə cəsarət. İlhamlanıb, aktyorlar deyir ki, onun kimi oynayır. Yaxud da ki, bəlkə Matt Damon növbəti filmində çəkməyə qərar verir. Vır da vır Səlimə Təksərdə. Fərid, cavabı kim verir? Bu sualı zəhmət olmasa Səlim üçün təkrarlayarsınız. Rejissor Steven Spielberg başrolda aktyor Matt Damon'un oynadığı Döyüşdə Cəsarət filminə baxandan sonra hansı vacib qərarı qəbul edib? Bəlkə bu Matt Damon'un bu performansından sonra onu növbəti filmdə canlandırmaq qərarına gəlib. Hansı filmdən söhbət gedir bilirsiniz? Ona görə mən sizə bu xalı verə bilməyəcəm. Çünki söhbət təsadüfi bir filmdən getmir. Söhbət Sıravi rayını xilas etmək filmindən gedir. Və sözün açığı bu cavabsız, sizin cavabınız inandırıcı səslənmir. Növbəti sual 3 xal dəyərində. Yapon dilində sən mütləq qalib gələcəksən ifadəsi Kitto Kachu kimi səslənir. Bu səbəbdən hansı məhsulun satışı imtahan ərəfəsi çoxalmaqdadır? Vaxt. Şəki. KitKat. Nə KitKat? Yəni KitKat şokoladı çoxalır, düşünürlər ki, o uğur gətirir, yəni onun deyilişi. Ona görə KitKat çox yeyirlər. 4-4 hesab bərabərləşir. Fərid toparlanın. Bu hələ iş nə demək deyil. Hələ bir sual var, o həllidir. Qoşqar, hələ bir sual var və döyüşün aqibətini o həll edir. Birinci qalib gələcək komanda final döyüşlərinə qalacaq. Xatırladıram, Ufaz Şəkiyə qarşı. Həmin həll edici sual. Səhnə tərtibatçısı Adolf Apianın fikrincə tamaşada istifadə olunan dekor əslində pis olmalıdır. Bəs Adolf Apia fikrini necə izah edirdi? Vaxt. Şəki. Ayxan Məmmədli. Buyursun. Fatih, o böyük ehtimalla düşünürdü ki, dekor pis olmalıdır ki, tamaşaçı aktyorlara fokuslansın, aktyorlar önə çıxsınlar. Yəni. Eynən elə! 5-4! Və bu gün diqqəti öz üzərinizə siz cəlb edə bilirsiniz. Şəki komandası masa arxasında qalacaq. 4-1 uduzan komanda 5-4 hesabı ilə üstünlük əldə edir və mən komandaların hər ikisini tribunalara qayıtmağa dəvət edirəm. Əlbəttə, Ufazın qayıtmasını çox istəyirik. Onların bu oyunu inandırdı ki, onlarla bir dəfə də oynamağa dəyər. Ümid edirəm ki, bu şans mütləq olacaq. Şəki komandasına isə təşəkkürlər, onlarla hələ oynayacağıq. Və birinci döyüşdən sonra ringə kim çıxmaq istəyir? Bəlkə Sumqayıt, bəlkə Sabirabad, bəlkə Quba, hazırlaşın, Şirvan, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə, Qarabağ Universiteti keçən həftə oynamışıq. Gəlin tələsməyə, gəlin Ağcabədini görək. Yaşıl masa arxasında. Rüfət Yusifzadə, Fəzli Məmmədov, Rafael Quliyev, Ayxan Hüseynli, Murad Rəcəbov və komanda kapitanı Rəvan Fərzəliyev elə həvəslə oyuna çıxdılar ki, onlara çox güclü rəqib lazımdır. Bakı Dövlət Universiteti, UNEK, Lənkəran, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Narbel oynaya bilər, Dillər Universiteti, Naxçıvan. Bakı komandası nəsə həvəssiz görünür deyə Quba komandasını bura qırmızı masaya dəvət edirəm. Quba komandası bu tərkibdə oynayacaq. Neyman Qeybullayev, Nəzgin Mahmudlu, Məhəmməd Hacbalayev, Gültac Əhmədova, Cavadxan Məmmədli və komanda kapitanı Aytac Əhmədova öz yerlərini qırmızı masa arxasında alsınlar.
Xatırladıram ki, komandaların hər ikisi dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edir və 5 xala qədər oynayacağımız bu döyüşdən görək kim qalib çıxacaq. İkinci döyüşümüzə başlayırıq. Hesab 0-0, bir xal oynanılır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının konvensiyasında deyilir ki, sərnişin təyyarələrində uçuşlar zamanı qalxışdan və enişdən əvvəl salon işıqları xüsusi olaraq zəiflədilir. Bunun əsas səbəbi nə idi? Vaxt. Buyurun. İlk saniyədə özüm cavab verəcəm. Həmin aviasiya tarixində əsasən qəzalar qalxış və ya uçuş, eniş zamanı baş verir və sərnişinlərin gözü həmin o qəza baş verərsə çöldəki işığa daha tez uyğunlaşsın görə, yəni o eniş və qalxış zamanı həmin o işıqlar söndürülür. 1-0 hesab belə açılır. Bu faktı o bilirdi və gördüyünüz kimi ilk saniyədə risk edirdi. Növbəti sual. Rəvan, Bəli, nə vaxtsa oğurluq eləmisiniz? olub. Nə oğurluğu? Burada desəm düzgün çıxmaz, etik çıxmaz, amma eləmişəm. Nə oğurluq eləmisiniz? Maraqlıdır axı artıq. Komanda yoldaşım Muraddan düyməni oğurlamışam. Nə düyməsini? Məşqlərdə düymələri oğurlayıb özüm sıxırdım həmişə. Mən də düşündüm ki, indi Daxili İşlər Nazirliyində kimsə qələmi Yox, əlinə yox. götürüb və sizin adınızı yazacaq ki, bu oğlanı tapmaq lazımdır. Məsələ ondadır ki, Rus atalar sözündə deyilir ki, oğrunu heç də oğurluq etdiyi üçün döymürlər. Nə üçün döyürlər? Vaxt. Quba komandası buyurun. Neyman cavab verəcək. Eşidirəm. Salam Fatih, tutulduğu üçün döyürlər. Eynən elə 2-0. Yalnız yaxalanmış oğrunu döymək olar axı. Elə yaxalandığı üçün də onu döyürlər. Növbəti sual, yenə bir xal. Huludao şəhərində ilk Çinli taykonavtın, yəni ilk astronavt Yan Liveyin şərəfinə ucaldılmış abidə var. Niyə bu abidəyə aparan pilləkənin məhz 14 pilləsi var? Vaxt. 14 kilometr yuxarı qalxıb şeydən. Bu yadda başqa. Başqa nə ola bilər? Peki 14 gün qalıb şeydə. Peki ayın 14 gün qalıb. Buyurun Aytaş. Məhəmməd cavab versin. Fərz edək ki, o 14 dəqiqə kosmosda, havada qalmışdı ona görə. Yox, elə deyil. Ağcabədi düşünür. 14 gün qəşəng verirsən. 14 gün fikirləşirsən. Başqa nə ola bilər? Ayın 14-də çıxıb və yaxud başqa bir şey gözlələ vurma. Sən üçün təkrar Buyurun. Fatih, zəhmət olmasa bu sualı Ayxan üçün təkrar eləyərdiniz. Huludao şəhərində ilk Çinli astronavt Yan Liveyin şərəfinə ucaldılmış abidənin niyə 14 pilləsi var? Gəlin fərz edək ki, o ayın 14-ü səmaya qalxmışdı, belə üstmüşdü. Yox, o ilk uçuşu zamanı yer kürəsi ətrafında 14 dövrə etmişdi deyə bu rəmzi pilləkən sayı təmin olunub. Növbəti sualın dəyəri qalxır. 2 xal oynanılır. Ağcabədi komandası əla fürsətdir ki, hesabı bərabərləşdirəsiniz. Əks halda hesab arasında fərq elə böyüyə bilər ki, sonra çatmaq çətin olacaq. 1910-cu ildə Amerika Birləşmiş Ştatlarında fırıldaqçılar bu təbiət hadisəsindən zəhərlənməyə qarşı həblər satırdılar. Lakin mayın 19-da bu fırıldaqçılığın üstü açıldı. Hansı təbiət hadisəsi sayəsində? Vaxt. Quba komandası. Kim cavab verir? Nəzrin cavab versin. Buyursun. Bəlkə tornado olub. O deyil. Ağcabədi düşünür. Niyə turşulu yağışarsın ki? Atom bombası atılmayıb baxın. Niyə turşulu yağışarsın ki? Atom bombası atılmır. İnşallah başqa neysə. Ola bilər xilaflar. Başqa nə? Zərzər görmürsün. Fatih, zəhmət olmasa mənim üçün təkrar eləyərsən. 1910-cu ildə Amerika Birləşmiş Ştatlarında fırıldaqçılar bu təbiət hadisəsindən zəhərlənməyə qarşı həblər satırdılar. Lakin mayın 19-da bu fırıldaqçılığın üstü açıldı və mən sizdən bu təbiət hadisəsini soruşurdum ki, hansı hadisə sayəsində? Gəlin fərz eləyək ki, bu turşulu yağışlardır. Yox, mayın 19-da
Halley kometası yerin yaxınlığından keçib getdi və məlum oldu ki, o zəhərli deyil, heç kimi zəhərləməyəcək. Amma növbəti sual sizin keyfinizə soğan doğraya bilər. Əgər heç bir komanda cavab verməsə, 3 xallıq suala cavab vermədiyi təqdirdə komandalar diskvalifikasiya olunacaq. Arif Babayev 1989-cu ildə Ağdamda ifa etdiyi Ay Bəribah xalq mahnısını 35 il sonra hansı musiqi festivalında ifa etmişdi? Vaxt. Quba kim cavab verir? Məhəmməd Cafir. Şuşada keçirilən Xarı Bülbül Musiqi Festivalı. 5-0! Quba komandası masa arxasında qalır. Buna müvəffəq olmaq üçün onlar bu döyüşdən qalib çıxmalıydılar və bacardılar. İndi onların 2 final döyüşü gördüyünüz kimi Şəkiyə qarşı olacaq. Şəki komandasını dəvət edirəm. Ayxan Məmmədli, Pakizə Məmmədova, Fərid Azakov, Ayxan Muxtar, Tahir Quliyev və Qoşqar Qafarov bu gün yenidən masa arxasındadılar. Aytaç, necə düşünürsünüz? Görəsən Şəkiyə də düşən qırmızı masa, bugün elə bir qırmızı masada əyləşən komandalar nəsə qalib gəlir, ha? Bu nə deməkdir? Finalda da sizə düşə bilərmi? Açıq mən belə şeylərə inanmıram. Məncə bu qalibiyyət sirri masadan asılı deyil. Aytaç xanım, inanmıram deyirsiniz, amma hələ bu döyüş başlayanda mən gördüm ki, siz əl-ələ verdiniz, yes qışqırdınız. O nədir onda? O bizim deyək də komanda olaraq bir-birimizə bağlılığımız və güvənimizdir və özümüzü belə deyək də döyüşdən qabaq motivasiyamızı belə deyək. Bir dəqiqə, onda izah eləyin, niyə bu motivasiya Azərbaycan dilində olmayan bir sözlə edilir? Bu nə yesdir? Hə? Sizdən soruşuram. Bundan sonra hə deyərik. Bəlkə indi deyək o həni. Deyək. Hə. Bax dostlar, indi bizi balaca bir musiqili time-out gözləyir ki, bu hə çox maraqlı bir final döyüşlərinə çevrilsin. Gözləyin, musiqili time-outda bugün qonağımız Günel Qurbanovadır. Qarşılayın. Məni sənsiz qoydun yenə bu gecə, sabahdan axşama yaman gizlicə, dilədim Tanrıdan bir bilsən necə, unuttur kədəri. Getmə bir gecə, sənə sənsizliyi yaşamaq çətin, göz yaşımla yazılır bugün hər sətir.
məni sənsiz qoydun yenə bu gecə. Bir adın içində əlacın yarama, yarama, yar. Sevgim əllərimdədir. Onu özgələrdə arama, arama, yar. Dünyamın içində əlacın yarama, yarama, yar. Sevgim əllərimdədir. Onu özgələrdə arama, arama, yar. İctimai Televizyon efirində Brain Ring'e baxırsınız və verilişimizin baş sponsoru NAR'dır. Yeri gəlmişkən bu yayda planlarınızı soruşsam, yəqin deyəcəksiniz ki, hə, bəlkə də xaricə getdik, gedəndə oradan bura mesajlaşmanı, internetdə şəkilləri yükləmək, bu işləri necə təmin edirsiniz? Yenə də otelin Wi-Fi-ı, bəs oteldən kənarda bu halda köməyimizə NAR gəlir və NAR-ın çox maraqlı internet təklifləri var xaricdə olanlar üçün. 5 GB-lıq roaming paketini aktivləşdirsəz, ölkə xaricində də səyahəti sərfəli və dolu-dolu yaşayacaqsınız. 34.90 bu onun qiymətidir. Üstəlik WhatsApp-da pulsuz. NAR-ın sərfəli roaming təklifləri və aktivləşdirmə üsulları haqqında isə NAR Plus tətbiqindən və NAR Az internet səhifəsindən maraqlana bilərsiniz. Bugün müstəqil hakim kürsüsündə baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsibovadır. Günay xanım, oyunun birinci hissəsindən təəssüratınız necədir? Təəssüratlarımı demək istəyirəm ki, oyun çox, rəqabətlər çox güclüdürlər və oyun getdikcə də çox maraqlı keçir. Mənə elə gəlir ki, oyunun ikinci hissəsində indi bu rəqabəti tam gücü ilə hiss edəcəyiz. Bu arada hədiyyələrə görə təşəkkürlər. Bugün qalib gələcək komanda may ayının finalında oynamaq şansı qazanacaq və hər zaman olduğu kimi baş sponsorumuz NAR ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. NAR sənə ən yaxın. Eyni zamanda onu da deməliyəm ki, NAR-ın daha bir hədiyyəsi indi düymə sıxanlara hədiyyə ediləcək 4G nişanıdır. Bu düymə sıxanlara faiz start etdiyi halda masadan qalxmamaq şansı verir. Amma düymə sıxanlarımızın fərqli çəki dərəcəsində olduğunu da etiraf eləməliyəm. Bir tərəfdən Tahir, narahat olmayın, hələ oynamırıq. Mənə deyin, sizin neçə yaşınız var? Mənim 30 yaşım var. Mən bilirəm ki, bu vaxta qədər yəqin ki, ən gənc düymə sıxana qarşı yarışırsınız. Siz bilirsiniz, Cavad xanın neçə yaşı var? Cavad xan, neçə yaşınız var? Kifayət qədər var. Nəyi gizlədirsiniz bizdən Cavad xan? Gəncəllərdən yaş soruşmazlar. Bəs belə bir şeyi soruşa bilərəmmi? Niyə Gəncəllər Quba komandasında oynayır, Gəncə komandasında yox? Taliyimiz belə gətiribdir, amma yəni ki, necə deyim, Gəncənin xətri bizdə çox əzizdir və mən burada bütün komandalara çox böyük hörmət qoyuram. Əsas da Gəncəyə, yəni ki, Gəncə ilə də oynamaq xoş olardı, amma bugün Quba komandasında oynayıramsa, yəni başqa seçim yoxdur və burada xoşbəxtəm. Natiq müəllim, bir bu barədə fikirləşin. Çünki mənə elə gəlir ki, komandanızda yaranan boşluqları həm də gənc kadrlarla doldurmaq pis olmazdı. Deyir, komandamızda 6 belə boşluq var. Allah cavabdır. Gəlin, növbəti səssiz boşluğu mənim vaxt komandamla dolduraq və görək bu düymə kim tərəfindən sıxılacaq, 4G nişanlı da kim qazanacaq. Diqqət, vaxt. Əlasız. Tahir Quliyev NAR-ın 4G xidməti qədər sürətli oldu və sayənizdə indi 4G nişanı var. Onun 3-cü belə nişanı 3 dəfə faiz start edib bu final döyüşlərində masadan qalxmamaq şansı verəcək. Bildiyim qədərilə Cavad xanın hələ belə 4G nişanı yoxdur. Sağ ol
Danışacağıq ki, növbəti oyunlarda olsun. Yaxşı, gəlin ən azı növbəti oyuna qalaq. Bugün isə ilk döyüş 0-0 hesabı ilə açılır. Christopher Nolan'ın filmlərinə yəqin baxmısınız, amma onun ilk filmlərindən birində indiki kimi deyildi də büdcə daha az idi və film üçün aktyor tapmaq olduqca çətin idi. Nəyə görə bu filmin çəkilişləri həftə sonu olurdu? Vaxt. Şəki komandası, buyurun. Ayxan Məmmədli. Fatih, ola bilsin ki, Christopher Nolan'ın bu film üçün tapdığı aktyorlar həftə içi başqa işlərlə məşğul idi və ya özü başqa işlə məşğul idi. Həftə sonu çəkməyə alınırdı yalnız. Eynən elə olurdu. 1-0. Bu onun adətən dostları, tanışları olurdu. Həftənin qalan günləri işləyirdilər deyə həftə sonu ona vaxt ayıra bilirdilər. Qoşqar, varmı elə bir dostunuz ki, o həftə sonları sizdən bax bu cür istifadə edir? İş günlərində bacarmır, amma qalan günlərdə sizdən istifadə edir. Onsuz da ancaq elə həftə sonları alınır dostlarla görüşmək. Yəni həftə içi heç cür alınmır. İndi sizi başa düşürəm. Mənim də belə bir dostum var və fürsətdən istifadə edib ona salamımı göndərirəm. Yenə kino haqqında sual. Şəki komandasını bu kino mövzulu suallar müşahidə edir. V Vendetta deməkdir fantastik filminin ssenarisinə görə qəddar Britaniya diktatorunun adı Adam Susan olmalıydı. Niyə? Sonra filmdə onun soyadını Sattlerə dəyişdirdilər. Vaxt. Satan sözündən gələ bilər. Satan. Məşhur birini və yaxud hər hansı bir yaxınlığın adı ola bilər. Yəni məşhur birinin adı ola bilər. Hadi qorxu kimsə qızı adı arvadı ola bilər. Bəlkə kraliyyət ailəsinin kimsə var idi, elə bilirlər ki. Buyurun, Quba komandası cavab verməyə hazırdır deyəsən. Aytaç, kim deyəcək versiyanızı? Mən özüm cavab verməyə çalışım. Bəlkə də həmin o Suzan o filmi çəkənin yaxın birinin adı idi və ona görə o dəyişmişdi o adı. Yox, elə olmamışdı. Şəki düşünür. Qoşqar, cavab haqqını kimə verəcəksiniz? düşünürəm ki, özüm cavab verməyə çalışıram. Bəlkə o Susan adı İngiltərədə kral ailəsindən kiminsə adı idi deyə o belə deyək də təhqir kimi səslənməsin deyə sonradan dəyişmişdi. Bu filmdə diktator Britaniyada faşist rejimi qurmuşdu. Buna görə də soyadı Hitler soyadı ilə həmahəng, yəni oxşar səslənsin deyə Sattlerə dəyişdilər. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. İlahiyyatçı Tural İrfan bildirir ki, o Hələb şəhərində olarkən Şeyx Əhməd adlı şəxslə görüşüb. Şeyx Əhməd ona bildirib ki, onun ulu babası olan bu şəxsin əleyhdarları cümə namazında olarkən onun sol başmağının içərisinə Yasin surəsinin bir səhifəsini qoyublar. Həmin şəxs kim idi? Vaxt. Buyurun, Quba komandası. Neyman cavab verin. Bəlkə Nəsimi. Bəli, o! Tamamilə doğru cavab. 2-1 və Quba üstünlüyü öz əlinə keçirir. İmadəttin Nəsimi Hələb şəhərində dərsi soyularaq edam edilmişdi. Nəsiminin nəslindən olan Şeyx Əhməd bildirir ki, Nəsimini istəməyən şəxslər o məsciddə olarkən soyunduğu başmağın içərisinə Yasin surəsinin bir hissəsini qoyurlar və sonra dindarlar bunu gördükdə dinə hörmətsizlik kimi qələmə verirlər. İlk əvvəl cəza ayaq dərisinin soyulması olsa da daha sonra Nəsimi tam edam edilir. Növbəti sual bir xal dəyərində. İngilis yazıçısı və şairi Oscar Wilde'ın sözlərinə görə qadının nə istədiyini anlamaq üçün ona diqqətlə baxmaq lazımdır. Bəs onun fikrincə nə etmək lazım deyil? Vaxt. Şəki komandası. Ayxan Məmmədli. Fatih, ola bilsin ki, qadına diqqətlə baxmaq və qətiyyən onun nə istədiyini soruşmamaq lazımdır. Ah, elə deyil. Görək Quba komandası cavab verə biləcəkmi? Çünki nə istədiyini bilməyəcək. Deyir ki, buna diqqət etmək lazım, amma çox diqqət etmək lazım deyil. Anlamağa Humoristik mənada ola bilər. Nə istədiyini bilmək üçün qadına baxmaq lazımdır. Diqqətlə baxmaq lazım, çox diqqətlə yox. Yəni humoristik ola bilər. Başqa bir şey Aytac, necə çətin sual düşüb sizə. Çünki indi xanımların xətrinə də dəyə bilərsiniz. Amma digər tərəfdən bu, belə deyək ki,
mücrünü aça da bilərsiniz bizim üçün. Oscar Wilde necə deyirdi? Qadının nə istədiyini anlamaq üçün ona diqqətlə baxmaq lazımdır. Bəs nə etmək lazım deyil? Onu dinləmək lazım deyil, qulaq asmaq lazım deyil. 3-1. Görünür o hesab edir ki, qadının hərəkətləri onun istəkləri haqqında sözlərindən daha çox məlumat verir. Aytaç, Oscar Wilde'la razısınız yoxsa yox? Mən razı deyiləm. Niyə? Amma məncə studiyadakı xanımlar da razıdır. Niyə? Niyə? Bəs necə olmalıdır əslində? Xanımlara qulaq asmaq lazımdır deyirsiniz. Ağıllı danışan xanımlara qulaq asmaq lazımdır. Bəs necə başa düşək ki, xanım ağıllı danışır yoxsa yox? Məncə qarşıdakı onu bir kəlmədən başa düşə bilər. Və ya Oscar Wilde'ın dediyi kimi diqqətlə baxsa, növbəti sual yenə bir xal dəyərində. Bu sualı da çox bəyənmişdim. Bu faktı biləndə mən sözün açığı təəccüblə qarşıladım. Sən demə adətimizə görə bir xanım yoğuracağı xəmirdən kiçik bir parça götürüb başının və ya baş örpəyinin üstünə qoyub daha sonra ay Allah, keç günahımdan deyirsə, deməli o nə etməyə hazırlaşır? Vaxt. Günah qadın da günah edir. Orucdur, dadına, duzuna baxmaq istəyir bəlkə. Vur. Şəki komandası. Tahirin bir maraqlı versiyası var. Bəlkə bunu Ramazan ayında eləyir, xəmirin duzunu öyrənmək üçün başına qoyur, deyir ki, Allah kəs günahımdan, dadına baxır, təzədən udmamaq şərti ilə, təbii ki. Yox, elə olmur. Quba düşünür. İntihar olmaz yəqin ki. Boşanma ola bilər. Yəni uşağın öldürməyi niyə olsun? Aytaç, kim cavab verəcək? Mən üçün təkrarlayardı zəhmət olmaz. Ümumiyyətlə komandanızda Qubanın özündən yox, kəndlərindən kimsə var? Hamımız kəndlərdə. Bəlkə də görmüsünüz. Bəlkə də görmüsünüz ki, bir xanım yoğuracağı xəmirdən kiçik bir parça götürüb başının və ya baş örpəyinin üstünə qoyur və deyir ki, ay Allah, keç günahımdan. Sonra nə edir? Sonra nədir? Olsun, bəlkə də boşanmağa hazırlaşır və ya boşanma ərəfəsi. Bilirsiniz, məsələ ondadır ki, bəzən yoğurulan xəmirin miqdarı o qədər çox olur ki, onu əllə yoğurmaq mümkün deyil. Və xəmiri xanım ayaqla yoğuracağı halda bərəkəti ayaq altına atmadığını Allaha çatdırmaq üçün o həmin bərəkəti birinci başının üstünə qoyur ki, başa düşülsün ki, başqa əlacı yoxdur. Növbəti sualın dəyəri qalxır. 2 xallıq sual. Səttar Bəhlulzadənin bir rəsmini təhlil edən Salih Tahir yazır ki, bu hidronim aylı gecədə insan gözünü xatırladır. Ay işığında bərq vuran su isə yanaqdan axan göz yaşına oxşayır. Söhbət hansı hidronimlə gedir? Vaxt. Vur. Şəki komandası. Cavid Musayev. Ümid edək ki, Göygöl. Bəli elədi. 3-3 hesab bərabərləşir. Şəki hesabı bərabərləşdirməyə müvəffəq olur. Quba bu cür fürsət əldən verdi. Növbəti sual. Ənənəvi olmayan üsullardan danışılan bir elmi populyar mənbədə nə gözləri yumulu şəkildə film izləməyə bənzədilir? Vaxt. Quba komandası. Neyman cavab versin. Deyək ki, bu yuxu görməkdir. O deyil. Masadan qalxmalı olursunuz. Şəki düşünür. Çox qəşəng. Qəşəng var. Yox, belə bax, bizdə də olsun. Amma ənənəvi olmayan deyil, bu ənənəvi olmayan deyil. Ancaq yazır. Ənənəvi necə eləyirlər onu? Ənənəvi olmayan şeylər haqqında. Əslində ənənəvi yazı oxumaq deyil. Gözü yumma nə eləməkdir? Gözü yumub kinona baxmaq. Başqa nə ola bilər? Məsələn, bilmədiyin dildə film futbolda radio yazmaq. Elmi deyil. Qoşqar, yuxu bu sualın cavabı üçün çox ənənəvi bir cavabı idi. Amma bu ənənəvi olmayan üsullardan danışılan bir elmi populyar mənbədir və orada nə gözləri yumulu şəkildə film izləməyə bənzədilir? Bəlkə radioda futbola qulaq asmaq. Çox maraqlıdır. Yeri gəlmişkən bu il dünya çempionatının bəzi oyunlarını ictimai radioda həqiqətən dinləmək mümkün olacaq. Oyunların özlərini izləmək üçün isə tamaşaçılarımız ictimai televiziyaya baxmalı olacaqlar. O ki, qaldı suala.
Burada futbol barədə bir kəlmə də yoxdur. Gözləri yumulu şəkildə film izləmək bilirsiniz nəyə bənzədir? Audio kitab dinləmək. Növbəti sualın dəyəri qalxır. Hər iki komandaya qələbə vəd edən sual. Topqapı sarayının içərisindəki Hünkar hamamında Osmanlı sultanının çimdiyi yer dəmir qəfəslə əhatələnib. Bunun səbəbi nə idi? Vaxt. Buyurun. Özüm cavab verəcəm. Mən Topqapı sarayında olmuşam. Həmin hamamı da görmüşəm. Padşah orada çimərkən ona sui-qəsd olmasının qarşısını almaq üçün bu qəfəslə onu əhatələyirdilər ki, çünki çimən vaxt ən müdafiəsiz vaxtı olur da o hökmdar üçün. Yəni sui-qəsd qarşısını almaq üçün sui-qəsdin. Eynən elə! 5-3! Eynən elə! Qoşqar, mən əminəm ki, həmin İstanbul səfəriniz heç ucuz başa gəlməmişdi. Xüsusilə də əgər nəzərə alsaq ki, indi Türkiyədə qiymətlər heç aşağı deyil. İndi bu qələbədən sonra özünüzü o səfərdə xərclədiyiniz pulları çıxarmış kimi hiss edirsinizmi? Bəli, mən bir neçə dəfə səfər eləmişəm və hər dəfə də, yəni hər növbəti dəfə gedəndə getmədiyim hansısa bir abidələri çalışıram, ziyarət eləyim. Yəqin ki, bu səfərdən, belə deyək, bu oyunda qalib gəlsək, yenə daha bir səfər planlaşdırmalı var. Doğrudan bu dəfə hara? Baxarıq ona. Bəs belə bir fürsət olsa ki, hansısa səfəriniz tam ödənilib, siz cibinizdən 1 manat da xərcləməyəcəksiniz. Üstəlik özünüzlə hələ bir nəfəri də götürə bilərsiniz. Və o bir nəfər mütləq bu komandada olan oyunculardan biri olmalıdır. Bu halda kimi götürəcəksiniz? Bu suala cavab vermək çox çətindir. Çünki mən bütün komanda yoldaşlarım hamısı mənim üçün eyni bərabərdə, yəni əzizdirlər. Çətin olar, püş atıb belə seçmək olar. Adətən belə püş atılanda kim uduzur? Fərid. Bilmək olmaz. Hər halda düymə sıxma yarışı da ola bilər. Tamamilə doğrudur. Biz isə ikinci döyüşə keçirik. Bir dəfə milyonçu Seyid Mirbabayev səs yazma studiyasına gəlir və deyir ki, mənim yaxşı səsim var, səsimi yazın. Studiya isə ona artıq başqa bir Seyidin səsini studiyada mövcud olduğunu deyir. Yekun nəticədə iki Seyidi bir-birindən ayırmaq üçün studiya nə edir? Vaxt. Ayrı adamlar. Baş hərfini yazır, Seyid qoyur. Ayırmaq üçün, nə bilim, nə səs... Birinin adı Seyidcə. Evet, o şey var. Milyonçu niyə dedik orada? Quba, nə cavab verəcəksiniz? Olsun ki, o səs yazılarına, yəni 1 və 2 rəqəmləri ilə ayrılırlar da onları. Yox, o vaxt belə etməzdilər. Şəki düşünür. Zəhmət olmasa mənim üçün təkrarlaya bilərsiniz bu sualı? Milyonçu Seyid Mirbabayev səs yazma studiyasına bir dəfə gəlir və deyir ki, mənim yaxşı səsim var, səsimi yazın. Studiyada ona deyirlər ki, biz artıq bir Seyidin səsini yazmışıq. Yekun nəticədə iki Seyidi bir-birindən ayırmaq üçün studiyada nə edirlər? Bəlkə o valların üzərinə necəsə, məsələn, Seyid, məsələn, Şuşinskiyə, Seyid Ş, burada isə Seyid M kimi yazırlar ki, fərqlənsin ki, yəni bu Seyid Şuşinskidir, bu Seyid Mirbabayevdir. Yox, elə olmamışdır. Fərziyyəyə görə bu Seyidlərdən biri həqiqətən də Seyid Mirbabayev olub. Digər Seyid isə sizin dediyiniz Şuşinski Seyidi idi. Məsələ ondadır ki, Seyid Şuşinskinin ümumiyyətlə o vaxta qədər vallarında Şuşinski kəlməsi ola bilməzdi. Məhz bu haldan sonra deyiblər ki, gəlin bu Seyidi ayırmaq üçün onu Şuşinski çağıraq və nəticədə Seyid Şuşinskinin Şuşinski soy adı, belə deyək, bu hekayədən sonra yaranıb. Növbəti sual, 2 xal dəyərində. Bir dəfə Berhan Mutlu adlı bir şəxs Türkiyədə işdiyi günün səhəri yığılan cəmaatı görüb, onlara qoşulur və axtarışlara kömək edir.
Axtarılan şəxs kim idi? Vaxt. Quba. Gültac cavab verir. Həmin şəxsin özü idi. O da onlara qoşulub özünü axtarırdı onlarla. Niyə? Çünki o içib evə getməmişdi. İtkin olması barədə xəbər vermişdilər və bütün insanlar onu axtarırdı. Görürsünüz içkinin ziyanını. Xeyri də olur, sizə 2 xal qazandırdı. Növbəti sual. Növbəti sual. Şəki komandası rəqibi qabağa buraxdı. Bu il olan Oscar mükafatlarının səsvermə mərhələsində səs verən şəxslərdən ikisi səhv düşünərək mükafatı Ralph Fiennes əvəzinə Adrian Brody'yə vermişdilər. Onlar düşünmüşdülər ki, Fiennes bunu etsə də Brody daha əvvəl bunu etməyib. Nəyi? Vaxt. Yenə Quba düyməni sıxır, buyurun kim? Neyman cavab verəcək. Ehtiyatlı olun. Bəlkə deyiblər ki, o onu qazanmayıb, ilk dəfə onu qazansın həmin mükafatı. 3-0. Bəli, istəyirlər ki, Brody ilk dəfə Oscar qazansın. Eynən elə. Ardıcıl, doğru cavablar və 3 xal üstünlüyü. Quba, Şəki komandası sizə çox tez çata bilər, ehtiyatlı olun. Aytac, necə gözəl oyun. Qədim Roma həkimi Galen o qədər çox kitab yazmışdı ki, hətta ən sonunda bunu bildirən əlavə bir kitab da yazmalı olmuşdu. Nəyi? Vaxt. Şəki, buyurun. Ayxan Məmmədli. O yəqin ki, o qədər çox kitab yazmış ki, bütün yazdığı kitabların da yəni olduğu bir kitab yazmış ki, yəni mənim bütün kitablarım buradadır, siyahısı olduğu bir kitab da yazmışdı. Elə deyil. Masadan qalxmalı olursunuz. Quba düşün. Bütün kitablarımızı qısaltması, adliyə də artıq şey 15, necə başlanır? Aytac, kimin versiyası daha inandırıcı gəlir? Bu qədər çox sizin qulağınıza nəsə pıçıldayırlar. Mənim üçün təkrarıyardı zəhmət olmasa. Qədim Roma həkimi Galen o qədər çox kitab yazmışdı ki, ən sonunda bunu bildirən əlavə bir kitab da yazmalı olmuşdu. Nəyi bildirən? Həmin o kitabların hansı ardıcıllıqla yazıldığını bildirən, yəni özü üçün ardıcıllığını yazmışdı onu. Mən düz eşitdim də bu versiyanın Nəzrin təklif elədi. Sonda deyək də, gəldi bu deyə versiya. Yenə də demir ki, bunu Nəzrin dedi də. 4-0. Nəzrin dedi. Mən eşitdim Nəzrin dedi. Mən eşitdim. Buyurun. Bəli, Qoşqa. Fatih, bizim cavabda qeyd olmuşdu ki, siyahı çap olunmuşdu. Yəni bütün kitabların siyahısı. Ardıcıllıq siyahısı. Yəni kitabların oxuma ardıcılığı. Yəni çünki sizin dediyiniz siyahıdan belə çıxırdı ki, bu sadəcə onun çap elədiyi kitabların siyahısıdır. Amma hansı ardıcıllıqda oxunmalıdır haqqındadır o kitab. Ona görə cavabınızı qəbul edə bilmədim. Bu dəqiqləşdirməni etsəydiniz, əlbəttə xal sizin idi. Növbəti sual isə rəqiblərinizə xal versə, bu heç də yaxşı olmayacaq. Prix Femina tərcümədə qadın mükafatı anlamına gələn Fransanın nüfuzlu ədəbiyyat mükafatıdır. Həmin mükafata fransız qadın və kişi yazıçılar layiq görülə bilərlər. Bəs mükafatın bu cür adlanmasının səbəbi nədir? Yəni kömək üçün deyim ki, bizdə də indi belədir. Vaxt. Şəki komandası. Cavid Musayev. Bəlkə burada qadınlar səs verir. 4-1. Bəli, jüri xanımlardır. Eynən bizdə olduğu kimi. Günay xanım, sizin burada olduğunuzu komanda uzaqdan sezdi. Növbəti sual yenə bir xal. 1967-ci ildə Azərbaycandan Türkiyəyə gələn ilk rəsmi heyəti 20 yaşlı bir gənc müşahidə edib. Yalçın Adıgözəlov bu ilin martında paylaşdığı postda yazır ki, atamla anam o səfərdən sonra o günləri hər zaman xatırlayırdılar. Həmin postun altında Yalçın müəllim kiminlə olan şəklini paylaşmışdı. Vaxt. Quba komandası kim cavab verəcək? Neyman cavab verməyə çalışsın. Buyursun.
Bəlkə bu Cahangir Zeynalovdur, Nəsibə xanımın oğlu. 67-ci ildə o hələ Türkiyəyə köçməmişdi. Şəki komandası düşünür. Buyurun. Mənim üçün təkrar yardı zəhmət olsun. 1967-ci ildə Azərbaycandan Türkiyəyə gedən ilk rəsmi heyəti yaşlı bir, 20 yaşlı bir gənc müşayiət edir. Və Yalçın Adgözəlov bu ilin martında paylaşdığı posta yazır ki, atamla anam o səfərdən sonra o günləri hər zaman xatırlayırdılar və bu postu o bir şəkillə tərtibat verib. Həmin postun altında Yalçın müəllim sizcə kiminlə olan öz şəklini paylaşmışdı? Həmin onları vaxtı qarşılayan şəxsin ola bilsin nəvəsi ilə şəklini paylaşıb. Yox, özü ilə. Bu şəkildə siz Yalçın Adgözəlovu və İlbər Ortaylını görə bilərsiniz. Növbəti sual 2 xal dəyərində. 1885-ci ildə Osmanlı dövlətində nə istehsal edən ilk fabrik Paşabahça səmtində qurulmuşdu. Vaxt. Şəkinin masasında Faystart 4-cü nişanlarından biri geri qaytarılır, qalan vaxt Qubanındır. 1885 Osmanlı Nur Paşanın silah zavodu var idi. O dövrə ilk dövrə düşmədi yox. Ola bilər. 15. Buyurun Aytaç. Cavabı verə biləcəksiniz görəsən. Mənim üçün təkrar yardı zəhmət olmaz. 1885-ci ildə Osmanlı dövlətində nə istehsal edən ilk fabrik Paşabahça səmtində qurulmuşdu. Olsun qəhvə. Siz deyəsən o brendi tanımırsınız. Paşabahçe. Şüşə fabriki Paşabahçada açılmışdı və o adı daşıdı. İndi dünyaca məşhur brendə çevrilib. Şəki komandası heyif ki, Faystart elədi. Amma növbəti sualda isə bu bərabərləşdirə bilərlər. Arthur Haley'nin qəhrəmanı olan detektiv bunu izləmək üçün həbsxanaya dəvət ediləndə nəzarətçilər zarafatla onun üçün əyləşməyə isti yer ayırdıqlarını deyirlər. Burada nə baş verməli idi? Vaxt. Şəki hesabı bərabərləşdirə bilər. Kim cavab verir? Özüm cavab verəcəm. Orada elektrik stulunda yəqin edam gerçəkləşdirilməlidir və onu izləyirdi həmin. 4-4! Hesab bərabərləşir. Şəki indi daha bir suala cavab verərsə may ayının finalında oynayacaq. Bu alınacaq yoxsa yox. Ardıcıl 2 qələbə ola bilərmi? 4-0 uzan komanda hesabı bərabərləşdirə bildi. Quba, bu son fürsətdir. Bu son fürsətdir. Niyə 18-ci əsrdə Böyük Britaniya kralı 3-cü Georg Amerikalı separatçılara qarşı İngilis ordusunu yox, muzlu Rusları və ya Ərəbləri göndərmək istəyirdi? Vaxt. Quba komandası? Neyman cavab versin. Çünki Amerikaya köçənlər də ingilislər olub və belə bir şey var, qardaş qardaşı qırmaz, ona görə başqa bir ölkədən olan muzları gətirir ki, onlar rahatlıqla onlara qarşı savaşacaqlar. 5-4! 5-4! Quba təslim olmur. Şəkiyə qarşı final döyüşlərin hesabı 1-1. 1-1 və indi hər şey həlledici bir sualdan ibarət olacaq. Qoşqar, rəqiblərinizin kapitanını mən daha əzimli görürəm. Bəlkə indi ikinci döyüşdə qalib gəldilər deyə ona görədir. Bilmirəm nədir, amma sizdən də eyni əzmi niyə gözləyirəm? Çünki indi Şəki komandasına, bax bu bir xal çox önəmlidir. Növbəti sual, diqqət, həlledici məqamdır. Zalda tam sakitlik. Rusiya imperiyasında dəmir yolu işçisi zədələnmiş relsi aşkar eləyəndə ona 3 rubl mükafat verilirdi. Hansı halda mükafat 5 rubl olurdu? Vaxt. Şəki, buyurun. Ayxan Muxtar. O həmin zədələnmişi bərpa eləyəndə ona 5 rubl verirlər. Yox elə deyil. Quba düşünür. Gecə olacaq, başqa nə olacaq? Ya qışdı, ya gecə mən Gecə vaxtı. Görmür, tapasaq. Aytaç. Sual mənim üçün təkrarlayın zəhmət. Rusiya imperiyasında dəmir yolu işçisi zədələnmiş reysi aşkar etdikdə ona 3 rubl mükafat verilirdi. Təsəvvür edin, siz dəmir yolu işçisisiniz.
Gəlirsiniz mükafatınızı almağa, amma sizə 5 rubl verirlər. Niyə? Bəlkə mən onu gecə vaxtı tapdığım üçün o daha qəzanın qarşısını almış oluram. 1-0! Bu qələbədir, bir mənalı qələbə. Doğrudan da elə olurdu. Quba may ayının finalında yarışacaq. İnanılmazdı, inanılmazdı. Bugün çox böyük bir sevinç hissi ilə verilişdən ayrılıram. Ona görə ki, heç vaxt yaşamadığım qədər həyəcanlı məqamlar yaşadım. Çox sağ olun, hər iki komandaya təşəkkür edirəm. Final döyüşləri sadəcə müqayisə olunmaz idi və bu oyunda ədalətin keşiyində mənimlə bərabər olduğuna görə müstəqil hakimimiz Narın İctimaiyyət Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsibovaya təşəkkür edirəm. Günay xanım, təəssüratlarınız, o son məqamda Qubanın qələbəsi mənə elə gəlir ki, bu heç vaxt yadımızdan çıxmayacaq. Düz deyirsiniz, oyun çox möhtəşəm idi, çox maraqlı keçdi, çox həyəcanlı idi. Elə mən özüm də çox həyəcan keçirtdim. Biraz da həyəcanlanmaq üçün mən bir həftədən sonra tamaşaçılarımızı yenə bura gəlməyə, Brainringə baxmağa tövsiyə edirəm. Gəlin görüşək. Salamat qalın. Take a breath, rest your head, close your eyes, you're alright. Just lay down to my side, feel my heat on your skin. Take off your clothes, blow out the fire, don't be so shy. You're right, you're right. Take off my clothes, oh bless me Father, don't ask me why. You're right, you're right. For my sake, come in. Can you feel my hips in your hands? I'm laying down by your side. I taste the sweet of your skin. Take off your clothes, blow out the fire. Don't be so shy. You're right, you're right. Take off my clothes. Oh, bless me, Father. Don't ask me why. You're right, you're right. Myself in your holy water, and both my eyes just got so much brighter, and I so good, oh yes, so much closer. In the dark, I see your smile. Do you feel my heat on my skin? Take off your clothes, blow out the fire. Don't be so shy.